müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir. Mən Namazova Vüsailə. Bugün Kürdəmir rayon Təklə kənd Ümumi Orta Təhsil Məktəbində tarix müəllimi kimi fəaliyyətindəyəm. Çəyirsiniz bir bağban kimi, atsın zəhmətiniz çiçəklər kimi, sevirsiniz şagirdləri bir ana kimi, hər zaman yaradan siz olsun, 8 Mart gününüz mübarək olsun. Allah çok müqəddəs yaradır sizi, vermişsiniz bu yolda, siz sevginizi itirmek olan mı əməyinizi, daim qəlbinizdə mübarək olsun, 8 Mart gününüz mübarək olsun. Sağ olun, uşaqlarımız da sizin 8 Mart'ı təbrik edirəm. Şagirdə nə qədər əziyyət çəkdiniz, insan yüksəlliyi elmliyi ilə dediniz. Siz ki peşənizə bir ömür verdiniz, etdiyiniz fidanlar mümbudaq olsun, 8 Mart bayramınız mübarək olsun. Güneşsiz gözlerde ziyalı nurlu, başınız bügarlı, adınız ulu. Sabahlar sizinle geleceği oldu. Ektiğim fidanlar mümbudaq olsun. 8 Mart gününüz mübarek olsun. Çok sağ olun. Baksın emelim ne demek ulan, şagirde verirsiz sevgi her zaman. Karanlık yollarda olduk sıralan, könlünüz her zaman parayla dolsun. 8 Mart gününüz mübarek olsun.